Bir sual var, cavabı çox adama maraqlıdır. Obyekt sahibi əti neçəyə alır ki, kebabı 3 manatdan sata bilir? Bu sualı Xırdalana gedən yolda 3 manatlıq kebab satılan obyektdən soruşdum, maraqlı cavab aldım. Deməli dostumla yol üstü belə bir yerdə dayandıq. İndiyə qədər 4 kebab dürüm məkanı çəkmişəm. Buranı da bloger qızlardan birinin videosunda görmüşdüm. Burada da kebablar 3 manatdan, yox hətta 2 manatdan başlayır. Kartof lüləsi 2 manatdır. Bir də nə diqqətimi çəkdi? Hinduşka dürüm. İlk dəfədir görürəm. Hinduşkanın da dürümü olarmış. Biz burada lavaş arası lülənin və heç yerdə görmədiyim hinduşka dürümün dadına baxdıq. Nə yalan deyim, ətin porsiyası mənə görə biraz az gəldi. Amma dadı birmənalı normal idi. Yəni nəsə pis qoxu və ya dad hiss etmədik. Yalandan pis deyə bilmərəm. Amma müqayisədə hinduşka dürüm mənə daha dadlı gəldi. Burada digər kebabları da lavaşda və ya paketləyib almaq mümkündür. Hə, gələk ən başda verdiyim suala. Deməli burada öyrənmiş oldum ki, obyekt sahibi əti hamı kimi bazardan alır. Sadəcə 2 məkan üçün aldığına görə çox götürür. Buna görə də ona qiymətdə endirim eləyirlər. Məhz buna görə də kebabı 3 manatdan satmaq ona sərf eləyir. Xırdalana, Masazıra, Novxanıya gedənlər yol üstü buradan kebab alıb yoxlaya bilər. Yenə deyirəm, qiymətinə görə dadı və keyfiyyəti həqiqətən normal idi. Amma ümid eləyirəm ki, hamıya bizə verdikləri kimi verəcəklər. Yeri gəlmişkən məkanın qarşısında maşın saxlamaq üçün də imkan var. Bura Xırdalan dairəsini keçdikdən sonra Masazır dairəsinə çatmamış Emsoilin düz yanında yerləşir. Allah hamının ruzisini versin. İzlədiyinizə görə də təşəkkürlər.